Bu gördüğünüz radar sistemidir ve Arduino Uno ile. Bəs mən bunu necə elədim? Əslində burada S++ işlətmədim. Bunun yerinə M-Block işlətdim. Oğlum mən bu bicağılıma baxın ya. Və gördüyünüz bu radar sistemini aldım ki bu necə işləyir. Əvvəlcə burada Arduino Uno, LED və ultrasonik sensor. Ultrasonik sensordur. Əsasdakı Arduino Uno'da kodlamaq üçündür. Burada bağlantılara baxsanız görərsiniz ki burada da bağlantılara baxsanız ki bu gedir 13-cü pinə bu LED. Bu da gedir mənfiyə. Bu başqa 4 dənə pini var ki bu biraz vaxt alacaq bunu sadalamaq. Amma gördüyünüz kimi 1 metrə qədər yəni 100 santimetr gördüyünüz kimi algılaya bilir. Yəni daha doğrusu 1 metr. Bəs bu niyə məni ötür? Çünki məni görür. Baxın indi mən çəkilim. Ağa bu belə dondu qaldı. Onu çox qəşəng çox ağıllı eləmişəm ha. Qəşəng eləmişəm. Bəs bu necə işlər dostlar? Əvvəlcə ultrasonik sensorumuz ultrasonik bir səslər və dalğalar göndərir ki, bunu insanlar eşidə bilmir. Çünki bu heç birimizin eşidə bilməyəcəyi səsdir ki, bunu heç bir canlı eşidə bilməz. Amma dediyim kimi ultrasonik sensor səslər yayır ki, içində də maqnet və mis var ki, bunlar da səs dalğaları yaradır. Ultrasonik sensor əmələ gətirir. Sensorlar kimi işləyir. Çünki buradan verir və buradan da alır. Yox, əgər bu almasa, məsələn, bu versə, yəni verir, amma ala bilmir. Amma əlimizi qoyanda bu işıq yansıtır və buna gedir və bu da algılayır və buna görə də artıq siqnal verir Arduino Uno'ya və o da əgər algılayır və deyir ki, əgər sən siqnal alsan, tez işığı yandır. Və gördüyünüz kimi də burada da flash falan eləmişik tam bu kodlarda. Gördüyünüz kimi asandır bu qədər. Yəni əgər bunu eləmə videomu istəyirsinizsə, like atıb abunə ola bilərsiniz. Kanalıma o videonu da atacağım. Və gələn videoda servonu fırladacağıq. Gördüyünüz mikro servo. Və bu da asandır.